Ümumiyyətlə, atalar qızlarına söz deyə bilmir də. Bax, mən kızımı ərə verəndə o vaqzalı səsləndi. Mən o qədər ağladım, o qədər ağladım. Bacım gəldi, dedi ki, nə olub sənə? Sənə ərə veririk, nə ağlıyorsan? Mənə bacım orada bir söz dedi. Dedi, sənin ağlamalı günlərin hələ qarşıdadır. Hələ qarşı. Mən indi bacımın sözü mənə çatdı. İndi çatdı. Vot, indi çatdı. Ümumiyyətlə, bacıların sözü qardaşlara çox geç çatır. Çox geç çatır. Mən fikir vermişim. Gəl keç görüm. Keçdə. Gəldim də. Nə olub Nə olub? Nə xəbər? Hə, ay ata. Bəli. Kızım, sən... Nə olub yenə? Qoy mən danışım da. Natiqə. Qoy mən danışım da. Nə olub kızım? Yenə niyə dalaşırsınız? Niyə yola gedə bilmirsiniz? Nədir? Nə olub? Ay ata, nə pişirəm bəyənmir. Paxlava pişirəm bəyənmir. Qoğal pişirəm bəyənmir. Şəkərbura pişirəm bəyənmir. Səməni qoymuşam, onu da bəyənmir. Nəyi də qabağına qoyuram, deyir, bu nədir pişirmisən? Apar, yığ, qoy dədənin qabağına, dədən yesin. Sonra başqa nəsə dedi? Ata, elə sözlər dedi. Elə sözlər dedi, demirəm ara açılmasın. Amma istəyirsənsə deyə bilərəm. Atam başladı ki, sənin dədən... Nədə? Bilirsən, qızım, siz dalaşmışsınız özdə hansı bir gündə, bayram günlərində, heç olmasa bayram günündə dalaşma, axı bu gündə dalaşmazlar. Əksinə, bu günlərdə, bax görürsən, nə qədər arvadlar var ki, həyat yoldaşlarından əl-ələ tutur, gedir tonqalın üstündən tullanırlar. Amma bizim qızımız tullana gəlib atasının evinə. Ay ata, mən neynim? Yola getmirik də. Xoşuna gəlmir də heç də mənlə bağlı. Başa düşə bilmirəm mən. Heç nə mən, nə deyim, gəlsinlər, danışarıq, görərik, nədir, nə deyil, problem nədir. Həll eləyərik problemi. Gəldilər. Gedim qapını açım. Onu özümüzdə, bu konserti özümüzdə. Onların yanında belə konsertlər verir. Qızım.